Molla Nəsrəddin gecə vaxtı qəbristanlıqdan keçir. Qorxusundan ayağı sürüşür, təzə qazılmış boş bir qəbrə düşür. Yuxarı çıxa bilmir, öz-özünə deyir: "Bu elə burada yatım, səhər çıxaram." Səhər açılır, yoldan bir dəstə atlı əskər keçir. Atların ayaq səsləri gəlir. Molla maraqdan başını qəbirdən çıxarıb baxır, atlar hürküyür, əskərlər qorxudan tir-tir əsir. Komandir qılıncını çəkib titriyə-titriyə qışqırır: "Sən kimsən? İnsansan, cin yoxsa xortdan?" Molla baxır ki, vəziyyət gərgindir, yavaşca cavab verir: "Vallah ağa, qorxmayın, mən o biri dünyadan gəlmişəm. Orada hava çox boğanaq idi. Çıxdım biraz hava alım, qayıdıram."